ama. Gerizekalı veriyor. Üstünde şey var. Kızlar. Yo çok da evde. Bir ne kendine böyle bir yer açıldı. Şimdi biraz aldım. Sebeğin kalpasalar da yaxşı olur. Kalpası da var. Ne gelirəm arası var. Marka sakınmama var. Sivi börek elədiyim halva budur 2 manat 10 qəpikdir. Baxın. İndi bundan götürmüşdüm, sonra qaytardım. Amma həmişə bundan eləyirəm. Çünki indi böyük eləmək istəyirəm. Deyirəm qaynanam eləyim aparım. Baxın bundan götürdüm. Amma onda dadlı çıxır da. İndi böyük eləyəcəm deyə ikili stondan götürdüm. Burada böyle lavaşlar da var. Ve son anda pulunuz qutardasa gəlirsiniz belə bir kasa maşında tapırsınız, açırsınız, təşləyirsiniz. Çörək aladım. Güzel rengi qəşəngdir. Həm də ki kofta çox boldur. Sizə böyle bir şey görmüşəm. Ne buydu göstər adı? 35 manat, 35 manat. Bahalı şöb almışıq biz bu. Çok ikili üstədə. Deməli qızlar, deməli 70 manatlıq nələr aldım? 6 manatlıq kartol aldım, 28 manatlıq belə ət aldım. 2 dənə Miranın sevdiyi qarğıdaldan aldım. Özümə kəsmiyə aldım, yuf aldım. Bundan o gün sup eləmişdim, yenə aldım. Noxuddu. 3 dənə bundan aldım, çırçıraqlar aldım. Böyle bir nerede yadıma çıktı, göbelek aldım, sarımsak, böyle kilodan pendir aldım, yine şey eləyəcəm, göyərti aldım 2 manatdı, bu bir tuttu 28-30 manat. Kızım bunu bu şekilde soyuram, sonra suya koyacağım, sonra qəşəng doğrayacağım. Bak burada ne var, baxın. Sıxdan soymuram. Əlcəklərimi də taxmışam. Bugün sizin üçün jülyen eləyəcəm. Əlcə etdim biraz çətindir. Və soyuram. Sonra suya qoyacağım. Bir şey doğrayacağım. Ətimizi bu şəkildə doğradıq. Çaşı əlimi də kəsdim. İndi bu 2 hissəyə böləcəm. Belə jülyenimiz də hazırdır. Qaymağını əlavə eləyəcəm. Göyərtimi də bu şəkildə doğradım. İndi pendir zad əlavə eləyəcəm. Bu şəkildə. Bu içində duz əlavə elə bilirəm qızlar. Bu da börək. Börəyin içliyini hazırlayacağım indi. Hər dəfə istəyirəm sizə fərqli yeməklər bişirim. Yəni bizdə börəyi çox istəyirlər deyə börək elədim yenə də. Jülyen. Baxın. Qəşəng. Yəqin ki paylaşmışdım da, soğançadan toyuğu qordum, sonra göbələyi əlavə elədim, ağzını bağladım, suyu çəkildi, qəşəng qızardı, sonra da qaymağını əlavə elədim, duz istiyor zat, zövqə görə. İndi bu da qızlar su qatıq, yəni hər şey qatıram da əlimə nə keçsə. Bax görün ağrımda, bax. Məryəm yaradıb yenə. Pendirli eləyirəm ya. Bu nədir Məryəm xanım? Bu jülyen. Bu da jülyendir. Hə. Sən. Jülyenə oxşayır. Dedə nədir? Börəkdir də Murat, bir şey deyirlər. Evi işte fişə. O gün yedin nə idi? Bu indi pişməyə girəcək, hə? Bu da fərqli yuxadan eləyirəm. Bunun içində nə var? Göyərti. Göyərti, pendir, olenda pendiri, istiyorsan biraz. Bu nədir vursan bəs? Yumurta. Nə var? Aləm qatmışam birbirine, su, qatıq, un. Yəni əlinə getirəm. Əllərinizə sağlık. Sağ. Qablara bax, jülyen qutardı, yedilər, qutardılar. İndi qabları yığacağam. Burada da böyle böreğim var. Ama çörək otum yoxdur, heyif ki. Baxın bu şəkildədir. İndi qoydum.
qızlar pişdi gördüyünüz kimi. Biri qaynanamdır, biri də bizimdir. Bu da bu şəkildə. İçini elədim. Geçelim. Çok güzel kokusu geldi. Üçüncü düm olmuyor ama. Ne danışırsın öz-özünə? Bax, deyirəm. Taksidən geçsəydin, əməlli pulun çıxasıydı, əmcə sən gec gətirəsiydin. Mənə taksi pul ver. Mən özel şoferim. Bu ne? Saxtadır. Sağ ol. Biraz tez olmadı. Getir. Yok almışam, narahat olmayayım. Ben ne kadar koydu bura. Bugün Allah'ın olsun 200 manatdan çox pul xərcləmişəm. Qaşımın halına baxın, gəlmişəm qaşımı aldırmağa. Amma səbrim yoxdur. Çox sarır qaşım. Qaşım çox uzanıb hə. Mən bir də Mingəçvirdə qaş ustasından qaş aldırmışdım. Qaşımı bir günə qoydu. Nazik. Yəqin ki görsən bilərsən. Qaşım sənin ağarmışdı. Keçmişin qaşları olur ya nazik. Ay əsəbimdən ağlamaq istəyirdim. Allah'ım olsun. Gözümün altına bak, kapı karadı. Şahına sağım deneme kurtaracağım ben de. Korkuram. Kızlar Allah'ım olsun əməliyyat olmuşam diye ağrıdan dözə bilmərəm məncə. Öləcəm birazdan. Ölərəm ya bir də. Yaşlarım bitti kızlar, necə? Evet pöröpə gelmiştim, dedim Şahnaz xanımın yanına da gəlim qaşlarımı alsın. Qaş oldu. İsmi de qaynanam aldı. Şeydi. Gedim Miran'ı götürmeye. Bir de ona yeməklər pişirmişəm, aparım bilsin. Qaynanamcıya gedirdim. Dedim əli boş getməyim. Sumka vardı, onu götürməyə gedirdim. Buradan qəşəng şokoladlar aldım. Qiymətlər o qədər münasibdir ki, bu Hofdavoy tərəfdir, 28 tərəfdədir. Siz soruşmadınız, mən qeyd edeyim. Bir-ikidən aldım. Bu şokolad o qədər xoşuna gəldi ki, qaynanamın. Burada hər şeyin qiyməti çox münasibdir. Mən belə şeylər həmişə 28-dən alıram. Qızlar, gəldim gördüm ki, evə Tananla hamısını töküb. Acezat hazırladım. Acedən getmədi. Axırda bir dənə Homun bir belə deyim göstərməyi unutmuşam. Şampun kimi nəsədir. Ondan vurmuşam. Əsəbimdən ölürdüm. Bütün xalçaları Tanan eləmişdi. Hamısını bir-bir oturub təmizlədim, sürtdüm. Uşaq mənim başımı oynatır. Bütün kosmetikalarımı Zaygünə qoyubdu. Yeni ilə özəl Mirana qəşəng pampers seti sifariş eləmişəm. Bu pampers setini podruqamda görmüşdüm. Uşağı çox həssasdır Miran kimi. Amma Miran belə deyim də qızlar, təzə doğulmuş uşaqlar bir il belə olur. Eləsi var 2 ay həssas olur. Mənim uşağım çox həssasdır. Düşünürəm ki, bu pampers ona düşəcək. Tam pampıqdır, keyfiyyətlidir, çox tərifləyirlər. Hətta bu gün Instagramda bölüşəndə izləyicilər də çox təriflədi. Qiyməti də münasibdir. Pamperslərin qiyməti qat-qat belə deyim də qalxıbdır. O qədər çatdırıb ala bilmirəm. Hər dəfə mən tez-tez dəyişirəm. 1 saatım, 2 saatım bir dəyişirəm. Və burada pampersi yoxladım. Bir banka su tökdüm və qətiyyən sızdırmadı. Gördüyünüz kimi məni izləyənlər bilir ki, məndə yalan heç nə yoxdur. İndi mən bu pampersi yoxlayacağım. Görün bundan qoxu gəlir. Mən xoşum gəlmir. Məsələn, mən Periodo Sleep istifadə eləmişəm. Çox pis iylənir və bir başqa pamperslərdə əməkdaşlıq üçün göndərmişlər. Yoxladım, bəyənmədim və reklamlarının heç birini etmədim. Çünki qətiyyən Mirana düşmürdü, yara eləyirdi. Amma bu pampersi baxın, bir banka su tökdüm, qətiyyən sızdırmır. Bunu da ətraflı burada bölüşmüşəm. Test eləyirəm ki,
Baxın, görün, gözünüzün önündə. Mən hər şeyi yalanı reklam eləyən bir bloger deyiləm. Pul xatirinə qətiyyən heç bir şeyi də qəbul etmirəm. Birinci marketdən alıram, yoxlayıram. Bir də onu qeyd edim ki, bunlar marketlərdə satılmır, ancaq səhifədə satılır. Pampersin üstündə yazılan səhifələri var. Adı necədirsə elə yazın, qarşınıza çıxacaq. Orada hansı mağazalar yazılıbsa, mağaza dediyim, belə deyim də, Panda Kids'də zətdə, yəni belə yerlərdə olur. Snapchatlərdə sifariş eləmişəm. Podruqam təzə doğub, hələ ona nələr sifariş eləmişəm buradan. Özüm üçün belə paketlərdə sifariş eləmişəm, gündəliklərdə sifariş eləmişəm. Yəni yaxşı olsa sizinlə bölüşəcəm. Və yəni mən burada hər şeyi bəyəndim. Belə deyim də qızlar, maşında dəyişmək üçün atdıqda sifariş eləmişəm, gecə Pampers-də sifariş eləmişəm, gecə uşaq rahat yatsın deyə XL sifariş eləmişəm. Burada uşağın belə deyim çəkisini deyirsiniz, ona uyğun göndərirlər Pampers-lər, nömrədən olmur. Bu gördüyünüzdə maşında tez-tez Pampers dəyişirəm. Miran hər yola çıxanda qızlar nədənsə kaka eləyir. Maşın batmasın deyə atlıq sifariş eləmişəm. Pambıqdır, qoxuları möhtəşəmdir. Salfetkalar da 0 spirtsizdir qızlar. Həmişə alanda fikir verin, uşaqlara çox ziyandır. Mənim çox tanışlarım spirtli istifadə edir, 1-2 manatlıq. Amma alanda keyfiyyətli salfetka alın ki, uşağın dərisi həssas olur. Uşağı siləndə zədələməyəsiniz. Bəzən Pampers qızartmır, salfetkadan belə deyim, salfetka çox rol oynayır. Salfetka uşağı qızardır və bunu da siz bilmirsiniz. Elə olur ki, salfetkadan bir damcı silən kimi, nə bilirsiniz, Pampers düşmür, amma salfetka, mən Miranın çox vaxtı salfetkalarını da dəyişirəm. Mirana Huggies'in salfetkası düşür, bir də Pampersin özü düşür. Qalan heç bir belə deyim, salfetkalar düşmür. Çox vaxt indi deyəsiniz ki, Məryəm xanım, siz silirsiniz, yox, xeyr, maşında ancaq maşında qonaq gedəndə, yəni əlcək taxa bilməyəndə məcbur yuya bilmirəm. Elə yerlərə gedirəm ki, qaynanam gilə gedəndə qaynanam yuyur. Yəni orada da heç rahat olmuram. Gərək Miran hər şeyini soyundurum, çimizdirim. Burada da yenə gəlirəm Pampersə, baxıram ki, baxın sızdırmır. Qıraqlarına da baxın, sızdırmır. Kalkotka geyinəndə uşaqlarda ən çox bu qıraqları sızdırır. İnansız üstündən basa-basa qaldım, yəni də o su ortalığa çıxmadı. Buradan dönürəm. Salam qızlar. Məryəm xanımdan azadlığa gəlmiş bütün məhəllələri quruq edirik. Saxlama yerdə. Saxlama. Mən də yer gördüm. mən balaca yer var ya, dedim Məryəm sən orada heç cür saxlaya bilməzsən. Maşın niyə saxlamıram? Sən də klar. Mən- Bax, bir dənə sözüm. Bu maşın elə saxlayıb ki, normal saxlayardım, mən də saxlayardım da. Məryəm nəzərə almıyorlar çox maalesef. Bilmirdilər də gələsən Bura sən. versən nə olur? Yalnız Bura versən, blokun qabağında, amma heç olmasa o blokun qabağında saxlayıb. bu hara verir? Nə olaydı? Arkadaşınızla ben keçədə görürsünüz ki, burada təzə şoferlər var. Allah belə firması. Ay dədə. Məhəllə necə 4-cü dəfədə quruq. Heç ora verir. Evet. Gözlə. Mən sənə çıxar. Ay da maşın gəlir. Bəlkə mən düşüm yolu kəsim deyim gəlməyin. Burada təzə şofer Eləsən var. yaxşı olar da. Ne bu göstərəcək? Nə deyirlər şeydə gördünüzsə maşın, mən hələ çöndərməmişəm. Bugün buradayıq. Necə də biri köməklənmir, dayanıblar orada boş-boş. Yazıqlar olsun. Hadi səhv et. Ne oldu, saxlası olmadı? Maşın gəlir. Saxlayası olmadı. Hadi gəlin maşın gəlir. Daha doğrusu saxlaya bilmədik. Allah heç kəs pərtələməsin. Yaxşısından da verir. Sən gətirsin, nə mən dedin yer var. Düz get gerək o tərəfə. Az verdi, dəncəm çıxır. Çıxır. Saxlayan oxşur daha çox. Deyil başqa. Düz get ora. Məncə. Çox qavdaş. Məktəb çıxışı vaxtıdır. Heç kəs inşallah çizdirmərik. Bir arkadaş maşına gəlsin, düdüd. O aləm qatım bir-birinə qabağa çıxır. Az. Tam mən sürməyimdən danışır. Əslində var. Harada saxlayım?
Gedək, düz gedək. Kızlar pullu da yer yoktu. İş orası pulsuz da yoktu. Mən dedim ki, bura gəl, burada pulsuz da. Pulsuz deyə bütün Bakı buradadır, baxın. Məhəlli içində də hamı saxlayıb, yer yoxdur. Baba, burada yox, bura girə bilmərik. Dur bakalım. Oğlum öpürüz de çıkındı ha. Burada saklayabilirim. Burada, ha, olur aslında. Bəlkə qabağa get, olmasa qaydarıq. Qabağa düz get. Telime getmişdi. Əslində olan burada öyrədir. Sen deyirəm ya. Mən deyirsən? Hə, mən təlimə getmişəm. Prosto Örgət değil düz mi? davarla sürürəm. Ay ben sana bilmedim. Bundan anlamayacak da. Ay ana benim. Ay, kimsə görürsə bizi biabır olduqsa yəni. Hər yerdə. Her yerde sağlam arkasını sonra çıkardır. Niye öyle tapmışsın sen? Yaş telefon söndürsün. Ne yapayım? Dostlar, boş yer tapdıq. Dircim saklayabilirsin. Məncə burada saxlaya bilər. Sizcə bəs bu tərəf bomboş. Oha, sən bunu necə saxladın? Ona hər adamın işi deyil ha burada saxlamaq. Getir. Halal olsun ya. Təlimə getməmiş bu boy. Al sen falan versin. Ben Belə şey yox. tenşturmamı sen çekerdin. Belə şey yoxdur. Nəysə. Düşdük. Dostlar, bir də bunda deyim. Görün kimin belə padurqası var. Əli boş gəlməmişəm. Görürsüz? Görün, buna bir dənə öz səhifəmdən belə bir set gətirmişəm. Reklam edirsən. Və maska gətirmişəm. Almaniyadan maska gətirmişəm. bunu mənə gətirirsən Hə, sən. illərdir deyirəm ki, gətirəcəm. Axır ki, inansın qapıdan çıxanda yadıma düşdü. Saçım olsa həkim yumağı qoymur, heç olmasa bununla. Maska, bəli, maska gətirmişəm. Bu nədir? Qədrimə bil. Görə? Bu içində əl kremidir, dırnaq baxım kremidir. Dırnağın qırağına baxım edirsən, törpüsüdür. Bu da ki sabunudur. Nəysə, əl baxım setidir opşum. Və bu? Krem, əl kremi. Əl kremi çox qəşəng. Söyləyim sən. Amma özəl mən burada mağaza açmışam. Adını da qoymuşam Məryəm Padurqaya görünəcək. Sən bir dənə söz deyim, Allaha and olsun deyirəm. Həqiqətən söz deyirəm də gülmə. Gülmə. Trənə, sən bir dənə sözüm Allaha and olsun. Sən baxıb o ayaqqabı almışam, mən o ayaqqabının içində gəzə bilmirəm. Yalandan o ayaqqabı 65 manat pul verim. Hə, nə deyirdim? Məryəm Telekom var, açmaq istəyirəm. Mənim mağazamda bu adını qoymuşam. Ay, söyləmə də açmaq istəyirəm. Açaq da. Həqiqi bacımla. Baxdırım sən. Yox, da adım Məryəm qoymayacağım. Qoysam Miran Telekom qoyalım. Söz deyim. Qaynanam deyir ki, Məryəm, o gün şey bəyəndim. Şokolad olur, hər kinderin advent kalendarı var. 79 manatdır. Deyir, onu səni yeni ildə alacaq. Bunu atım ki, bu 79 manatdır. Bunu alsın. Bunun içində nə var ki? Bunun içində nə var ki? Ha? Bu 79 manatdır. Bunda qəşəng məhsullar var. 139 manatdır. Ona görə 139 Ha. manatdır. Bu nə yəni? Nə? Lütfü zəngisi ya. Ay da bunu da qəşəngdir. Qəşəng baxın. 99 manat amma dəyməz. Bu Olivia'nın. Şurasında. Sirqası var cühdür bizə. Ay göz bandası. Mən də var işte. Yaş. Alarsan mən. Yeni də mən al. 31 manat. Sən də almaya gəlmişdin. Burada indi 2-3 manat alıb camada 10 manata satarsan. Yaş. Camada sən Türkiyədən alsan yaş. Ben dediğim burada da var. Ben aldım pompes setinden, burada yoktu bu. Alın. Bu qəşəng olur qızlar. Mən tronerə istifadə eləmişəm, çox qəşəng olur, məsləhət bilir. Buram banan qoxur da yəni. Üstündə yazılı banana. Yaxşı. 10 manat əslində ucuzdur. Amma çox gedir də.
Mən bronzerin biri xoşuma gəlir. Qızı sənə göstər. Bu bahar sortda satılırdı, burada gətiriblər. Bu baza çox gözəldir da. Allaha and olsun, möhtəşəmdir. Prostoda yazıb ki, 6 dosunluq testeri. Testerini də almaq olur. Amin baxamışdım. Bir dəqiqə. Sən dedin 11 manat idi da. Bu testeri də. Testerinin indisinə yox. Yox, bir də Kimin başına fikir makyajsız gəlir ki, buradakı testerlərdə makyaj eləsin. Belə şey olmaz elə. Sən gözə onun glossuz da, sən səhv etmirsən. Qəşəng də. Nikişin giysi gəldi. Bundan gəlir o. Çox qəşəngdir. Baxın, testeranı. Ya, bu da bunun testeri. Prosto bazadır, indi ona harana vurasın. Hemen əlimə götürüp tutsan. sırtınıza koysan. Bura koydum. Bakın kızlar, düzgün. Çok qəşəngdir də bunun bazası. Düzü biz siz niye? Neynir? Gəlmə bunu. Yumuşaq elə, bu xoşum gəlir bu. Baba, xırda zərlərinə bax. Makyaj da çok qəşəng. Bageniyan. Az yandırır dodağımı. Həqiqət şükürdür. Bəlkə üstündə acı bəçək. Baba, Gerizekalı veriyor. üstündə şey var imiş. Neden Onu gördüm. patlatasın? Bir böyle şey Şükürdür ha indi o. Oh dodağım my god. Oh my gerizekalı god. dodağım yandı. Siz böyle testleri okuma bir şeyler bir. Deyirəm bunu alıb qoyaq. Az ben de deyirəm ne geçer dodağı həcmdə göstər. Yandırır. Necə fikir vermədim? Mən də fikir vermədim üstünə. Xoşun gəlir hə bunun? Məncə nəzakət görsən. Xoşun gəlir aldı. Gözlürdüm mən alacağım. Bu tür baxın. Gelin eve apardılar. Sakası yoxdan olmur. Evet. Sən bir dənə baza deyəm. Çox qəşəng bazadır. L'Oreal'ın bu bazası var ya. Çox gözəldir. Bunu səbət əlavə eləmişdim. Nə? Trendyolda bunu səbət əlavə eləmişdim. Tek yolda niyə alırsa? Azərbaycanda ola. Çox qəşəngdir. Bu baza var ha. Mən ən sevdiyimdir də. Gəl, səni qəşəng bərkədən yerə aparacağam. Kasıb padırqan oldu belədir də. Kosmetikalara o boyda pul xərcləyə bilirsən. Gətirə maksimum gətirdiyi yer budur. Yeməyə az pul xərclədim, hiss olunmur. Əyim baş olmuşum. O gün aldığımız koftadır. Qəşəng yaraşır. Mən dedim Yaxşı qalmışam. Troyne deyir ki, izləyicilər mən çox istəyirəm. Mən deyirəm, yox, səhərəsi gedin. Qızlar, xoşunuz gəlir bundan. Mən yorumlarda fərqləyən xaşırım. Özgüvənim artıq. Deyirəm ki, müəllimsən, 180 manat, 100 manata, ucuz da hazırlıq keçmir də, pul səndədir. Deyir, pulum var, ağlayır ancaq. Yaxşı. Dənədən alıb. Yox, çox alıb. Dələ səhərdən yeyirəm bax. Mən səhərdə yedim, əslində 3 dənəsini yemişim. 3 dənəsini yemişim. Cəmat bunu bir dəfəyə baxın. Budur da. Bir dəqiqə. Bunu hamı bir dəfəyə alsın. Elə göstərəcəm cavab necə edir. Cavab necə edir, göstər. Cəmat bütöv adlarını Elə də sən. Ağzıma iyiləşməyəcək axı. Mən ama xırda kiçik hopmalarla neyini ağzım balaca. Görürüz ki, kasıb. Nə bu belə? İşte, heç də demirəm. Evdə çıxanda dedim McDonald's-a gidelim. Hayaller McDonald's. Bildi ki, McDonald's-a geçsə, 50 manat 60 manat şat ödəyəcək. Maaşda все. Remont gedir, dəsmən. Yanların biri siz izləyin, yanların biri yox, ikisi, üçü. Görün ağarımda, hə. Məryəmə qonaqlıq verəcəm. Oy, mama, harda? Bu dəfə də kardeşlər. Əcəmdə kardeşlər məkanı bilənlər yormasın. Allah bəla versin. Sən inansan izlə. Aynı ikisi kardeşlərimdə görüşərik. İzləyin. Əslində onun aynı ikisi rayona Ağdama gedəcəm. Məni tapmayasın. Yaxşı, boş danışmışsan. Ay, baxın. Qəşəngdir. Götür. Açıq xəstəsiyon sualıq. Sonra bir sən də almaq istəyirəm. Gözlə, hə? Qəşəng yaraşdı. Birini də özə götür. Deməli qızlar, Troyne'dən sağollaşdım. Miranı getdim bağçadan götürdüm. Gəldim 28'ə, biraz gəzdik.
çok video çekebilmemişim. Qaynanamcı da getdi. Miranın sumkasını verdim. Çünki sabah məclisə gedəcəm. Daha hazırlamışdım, bir gətirdim verdim sumkasını. Çok soğuktu, çöl bilsiz nədir, buz bağlayıb. Gedirəm ayağımı suya qoymaya. Ayağım buz bağlayıb, inansız. Ayağımı hiss eləmirəm. Mirana da qruşkalar aldım, açıklar aldım. Şaxta baba ışığı yanırdı. Qəşəng onu məhkünə qoydum. Qəşəydi. Hamısını qırıq-qırıq elədi arxada. Ha deyirəm, almayacağım uşağı oyuncaq, amma deyirəm ki, qoy alım. Sonra böyüyəndə deməsin ki, anam falan şeylər mənə almayıb. Baxın, falan şeylər almayıb. Nənə almayıb. Nə təzə çıxırsa Miranda var. Bax, bunun nə yaşı var? VSV'de var, skuturu var, her şey var da, yani yoktu, her şey var. 3-4 tane kaleskası var, her şey var. Ama gel ki her şey məftuda var. Oy, dondum kıza, kötü yandırmışım. Çok pis üşüyürəm, hal-hazırda 28'de. Biraz ehtiyatlı olun maşın zat sürəndə. Çünkü bu aralar qəzalar çox olur, həqiqətən. Bir də dəhşət qəza olmuşdu bugün. Dünən də olmuşdu, Sırağayın da olmuşdu. Ehtiyatlı ol. Bu da değil ki. Ben de ışığı özüme yandım. Öz ışığını özü yandırdı. Ben de kapını bağlayayım. Donuram. Miran. Hayda. Bu da inans qaynanamcıda qalmır. Ancaq bütün gün ağlayırım. Mama. Hara qoyum mən sizə gedəndə uşağı? Siz hara qoyursunuz qızlar? Şimdi deyəsiz ki, getmirik. Qoymuruq da, getmirik də. Gəldim evə çatdım. O kadar çox donuram ki. Videonu burada sonlandırırım. Çəkməyə daha heç nə yoxdur. Evin nəyini çəkim. Sonlandırım. Siz abunə olub yorum yazmağı unutmayın ki, mən yeni videolar atım. İnşallah ad günü gedəcəm, oradan video atabiləcəm. Maraqlı olar məncə. Ad günüm olduğu yere gedirik, halbuki gedirik. Prosto Miranı sabah hara koymalıyım. Qərarsız qalmışam. Heç qəsdə də qalmır. Öpürəm sizi, bay bay.